Müasir dövrdə mobil telefonlar artıq təkcə ünsiyyət vasitəsi deyil, onlar gündəlik həyatımızın əvəzolunmaz bir parçasına çevriliblər. Lakin bu texnoloji rahatlıq bəzən görünməyən təhlükələri də özü ilə gətirə bilər. Bu təhlükələrdən biri də qanunsuz mərc və şans oyunları ilə bağlıdır. Bir çox istifadəçi mobil cihazına yüklədiyi tətbiqlərin və daxil olduğu saytların hüquqi statusundan xəbərsiz olur. Halbuki, bu kimi qeyri-qanuni platformalar təkcə insanları aldadaraq onların vəsaitlərini mənimsəmir, həm də şəxsi məlumatları, xüsusilə də bank kartlarını ələ keçirərək üçüncü tərəflə paylaşır. Bu yolla istifadəçinin mobil cihazındakı kontaktlara, mesajlara giriş əldə edilir. Bank kartı məlumatları uğurlanır, hərəkətləri izlənir və hətta fərdi informasiyalar digər qanunsuz platformalara ötürülə bilir. Bu cür təhlükəli vəziyyətlərlə üzləşməmək üçün istifadəçilərə yalnız rəsmi və lisenziyalı mərc platformalarından faydalanmaq tövsiyə olunur. Unutmayın ki, qeyri-qanuni mərc və şans oyunları sizə yalnız maddi zərər vurmur, eyni zamanda şəxsi məlumatlarınızı da ciddi risk altına atır.